Hə, çəkirsən. Birində xəbər mübtəda ilə cəmiyyətə görə uzlaşmayıb. Deməli, uzlaşma belə pozula bilər ki, ya eyni şəxsdə deyirlər, ya ikisi də təkdə, ya da cəmdə olmalıdır. Bax, mən səs verirəm. Səs verirəm kim? Mən. Uyğundur. Şəhərimiz gözəlləşir. İkisi də təkdədir, ikisi də üçüncü şəxsin təkində. Vüqar əlaçıdır, ikisi də üçüncü şəxsin təkidir. Küçələr təmiz idi, təkdədir, küçələr cəmdə. Bax, uzlaşma pozuldu. Biz hazırıq. Hazırıq kim biz? Həm eyni şəxsdə olmalıdırlar, həm də ikisi də ya təkdə, ya cəmdə. Əgər deyilsə, deməli, uzlaşma pozulub. Amma küçələr təmiz idilər. Olarmı sizcə? Olmaz. Çünki onlar cansız əşya kimi gedirlər. Və qrammatik normada cansız əşyalar cəmdə də olsa, xəbər təkdə olmalıdır. Aydın oldu. Cavabımız nə oldu? Aha. Sonra, hansı cümlədə tabesizlik əlaqəsi həmcins üzvlərlə bağlıdır? Artıq burada vergüllü sözlər axtarırıq. Tabesizlik. Zaten tabesizlik əlaqəsi ya mürəkkəb cümlənin tərəfləri arasında olar. Onu bura daxil eləməz. Çünki mürəkkəb cümlə axı mövzu olaraq qabaqdadır. Deməli, həmcins. Eyni suala cavab verənlər. Bax, muzey cürbəcür şəkillərlə bəzədilmiş, lakin sərgi ilə başlamamışdır. Burada ayrı-ayrıdır. Bəzədilmiş nə? Muzey. Başlamamışdır. Nə? Sərgi. Günəşin şüaları pəncərədən içəri süzülsə də, isti xoş təsir bağışlamırdı. Süzülsə nə? Günəşin şüaları. Xoş təsir bağışlamırdı. Nə? İsti ayrı-ayrıdır. Sonra gözəl bir yaz səhəri idi. Burada mübtəda ümumiyyətlə yoxdur. Yaz səhəri xəbərdir. Quşlar cəhcəhib bürümüşdü. Mübtəda xəbər. Burada tabeslik yoxdur. Qızıl güllər və yasəmənlər. Bax, bunlar. Zaten bağlayıcılar olan yerlərə baxmalıyıq. Bunlar ikisi də tabesizlik əlaqəsindədirlər və eyni suala cavab verirlər. Nə? Qızıl gül və yasəmənlər. Bu birisində də yoxdur. Şuraya gələn qonaqlar məzəli heyranlıqla seyr edirdilər. Seyr edirdilər. Kimlər? Qonaqlar. Bunlar hamısında tabelilik var. Tabesizlik ancaq eyni suala cavab verən. Ya bağlayıcılardan ayrılsın, ya da vergüllər. Cavab nə oldu? Sonra, hansı nümunədə cümlə üzvləri arasında tabesizlik əlaqəsi var? Yenə həmişə yaxtarıq. Həm kitabımı, həm də dəftərimi. Burada cümlə üzvləri istəyir. Sözlər demir. Bax, həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün sinifə girməyə tərəddüd edirdim. Tərəddüd edirdim ki, mən. Nə səbəbə? Həm kitabımı, həm dəftərimi evdə unutduğum üçün. Bu bir cümlə üzvüdür. Səndən cümlə üzvləri istəyir. Söz istəmir. Ona görə bunu götürəmirsən. Hərçənd tez-tez dostumu xatırlayırdım, amma ona zəng vurmağa cürət etmirdim. Burada ola bilməz, çünki bu tabeli mürəkkəb cümlədir. Deməli, xatırlayırdım kim mən. Amma belə bir şey deyə bilərik ki, xatırlayırdım kim mən, cürət etmirdim mən. İkisi də məndir. Bunu nəzərimizdə saxlayaq. Tabeli mürəkkəb cümlə olsa da, ikisi də mənə aiddir, eyni şəxsə aiddir. Əziz dostlarım və sirdaşlarım. Amma məntiqlə baxanda orada onu göstərməməlidir. Əziz dostlarım və sirdaşlarım. Bu cümlə üzvü deyil, bunlar xitabdır. Bundan sonra Turalı da Emində qorumalıyıq. Qorumalıyıq kim? Biz. Kimi? Turalı. Kimi? Emini. İkisi də tamamlıqdır. Ayrı-ayrı cümlə üzvləri. Bunların arasında var. Yəni, mən variant tapmasaq, mən ən son nöqtəni belə fikirləşirəm ki, bunların başı xarabdır axı. Götürər, onu da götürür. Tabelinin də içində birdən axtarar. Mənim son gedəcəyim ünvandır. Amma qanuna qalanda tabeli mürəkkəb cümlədə tabesizlik əlaqəsi axtarmamalıdır. Deməli, Y-də isə, bax, indi siz ələ mürəkkəb cümlənin mövzusunu bilmirsiniz. Mən baxan kimi bilirəm ki, bu tabeli mürəkkəb cümlədir Y-dəki. Ona görə orada da onu axtarmıram. Deməli, cavabım nə oldu? C variantı. Amma dostlarım, sirdaşlarıma görə yox. O xitabdır. Xitab müraciət olunanı bildirir. Zaten indidən bilin onu. Xitab cümlə üzvü deyil, amma sintaktik funksiya daşıyır. Xitab olması. Yəni, tabesizlik eyni suala cavab verən üzvlər arasındadır. Məsələn, mübtədalar, tamamlıqlar, xəbərlər. Tabellik isə bu daha çoxdur. Uzlaşmadır, idarədir, yanaşmadır. Sonra keçdik. Burada Y də vardı. Y. Cavid gec-tez qeyri-müəyyən fikirlərdən azad olacağını bilir. Kim bilir? Cavid. Problemlər onu daha az narahat edirdi. Narahat edirdi. Nə? Problemlər. Bax, burada da fikir veririk. Ayrı-ayrı mübtəda xəbəri var. Ona görə də mən tabesizlik axtarmıram. Amma
Problemlər narahat edirdi cümləsində bir şeyə fikir veririk. Bax, orada da uzlaşma pozulur. Görürsünüz? Problemlər cəmdədir, narahat edirdi təkdədir. Bax, belə cümlələrdə də uzlaşma axtarmırıq. İndi bu işin içindən ona keçdim. Amma burada da diqqətli olun. Cavabımız nə oldu? C variantı. Sonra 4. Mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm. Artıq biz sintaktik təhlilə də burada giriş elədik, ya fikir verdiniz. Deyərəm kim? Mən. Mütləq xəbərdə mübtədai sual verin. Heç vaxt birinci mübtəda tapmayın. Nəyi öyrəndiklərimi? Kimə? Sənə. Artıq orada rus demir, zametqalayıram da, nişanlayıram. Burada 2 dənə oxşar sözlər var, eyni suala cavab verən. Fikrimi ona yönəldirəm. Kimə? Sənə. Kimə? Elxana. Bunlar tamamlıqdır. Eyni suala cavab verirlər. Onun ki, onlar arasında nə olacaq? Tabesizlik. Ay, sağ ol. Deməli, 5. Hansı cümlədə tabesizlik əlaqəsində olan sözlər vardır? Aşağıda dərənin dibində. Aşağıda dərənin dibində düşünürsən ikisi də harada sualına cavab verir. Amma bunlar eyni şey deyil. Aşağıda sözünün izahını verir. Bu əlavədir, bəli. Əlavə ilə onun arasında bu göstərilməz. Çünki o onu konkretləşdirir. Eyni şey demək deyil. Sonra biz şəhərin kənarında təzə ev tikdirdik. Burada yoxdur. Görürsən ki, vergüllü bir şey də yoxdur. Eyni suala cavab verən də yoxdur ki, onların dibində çəhrayı ağ bənövşələr. Bax, necə bənövşələr? Çəhrayı, necə ağ? Bunlar tabesizdir. Şübhəsiz onun səsində bir qətiyyət vardı. Baxanda artıq bilirsən, burada artıq eyni suallı sözlər yoxdur. Bacımın evdəki təzə paltarlarına birini geyindim. Burada da eyni şeylər yoxdur. Başa düşə bilirik uşaqlar. Cavabımız nə olur? C variantı. 6-dan 10-a